Çox pis gündədir. Köynə maşınlardır. Mən görməmişəm ki, sərnişinin şikayətinə baxılsın. Sideniklər çirkli olur, onlar narahat eləyir bizi. Bakıda həm yeni, həm də köhnə avtobuslar fəaliyyət göstərməkdədir. Lakin köhnə avtobusların təmizlik şəraiti heç də ürəkaçan vəziyyətdə deyil. Burada diqqətimizi çəkən əsas məqamlardan biri oturacaqların örtüklərinin parçadan olması və illərin çirkinin bu oturacaqların üzərinə toplanmasıdır. Avtobusa daxil olduğumuz zaman heç bir sanitar normalara əməl olunmadığını görürük. Köhnə avtobuslarda natəmizlik çox olur. Oturacaqların çirki, həm nə bilim köhnə olmağı, avtobusun içi yeri çirk olmağı. Elə mənim yaşadığım yerdə də elə avtobuslar işləyir. Avtobusda məni o çirklilik narahat elədi. Avtobusda narahat olmalı o qədər şeylər var ki, mən görməmişəm ki, sərnişinin şikayətinə baxılsın. Çox pis gündədir. Köynə maşınlardır. Oturacaqları da bizdir. Şirkətlərin hansı nümayəndəsi gəlib baxır. Bir axşamüstü, səhər-səhər çıxsınlar, nümayəndələr baxsınlar. Təmizlik lazımdır, təmizləmək lazımdır. Köhnə avtobuslardır. Təzəsindən yeniləmək lazımdır. Sideniklər çirkli olur, onlar narahat eləyir bizi. Çirklidir, nə bilim, rahatçılığı təmin eləmir. Girirsən, sərinliyi yoxdur. İnfeksionist Əsmər Hüseynova bildirdi ki, ictimai nəqliyyat xəstəliklərinin ötürülməsini sürətləndirən bir mühitdir. Bunun səbəbi qapalı məkan, yüksək sərnişin sıxlığı və hava dövranının məhdud olmasıdır. İctimai nəqliyyatda daha çox hava damcı yolu ilə yayılan xəstəliklər artır. Bunlar qrip, respirator sinstial virus, adenovirus, rinovirus, parainfluenza virusu, COVID virusu tərəfindən törədilən xəstəliklər vərəm və qızılca aiddir. Tutacaqlar, qapılar, kart oxuducular və düymələr vasitəsilə isə təmas yolu ilə yayılan infeksiyaların yayılması baş verir. Bunlar norovirus, rotavirus, stafilokok kimi mikroorqanizmlər tərəfindən törədilən xəstəliklərdir. Beynəlxalq tövsiyələrə əsasən ictimai nəqliyyatda hər reysdən sonra tutacaqlar, qapılar, düymələr dezinfeksiya olunmalıdır. Hər günün sonunda isə döşəmə, oturacaqlar, pəncərələr və bütün salon tam təmizlənməlidir. Ventilyasiya kanalları isə hər həftə təmizlənməsi tövsiyə edilən bir məsələdir. İnfeksionist həmçinin parça oturacaqların yaratdığı xəstəliklərə də aydınlıq gətirdi. Oturacaq örtüklərinin parçadan olması ictimai nəqliyyatlarda tövsiyə edilmir. Parça materialı məsaməlidir, toz toplayır, tər və mayeəni özünə hopdurur və beləliklə də mikroorqanizmləri özündə saxlayır. Yumşaq oturacaqlarda dəri bakteriyaları, göbələk sporları, xüsusilə də kif göbələyinin sporları və heyvan tükü allergenləri toplana bilir. Bəs avtobusların dezinfeksiyası necə aparılır? Hansı zaman kəsliyi ilə təmizlənmə işləri həyata keçirilir? Bu proses Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən nəzarət olunurmu? Aynanın mətbuat katibi Tural Orucov bildirdi ki, avtobusların təmizliyinə riayət olunmaması halları aşkarlandıqda daşıyıcıya xəbərdarlıq edilir və lazımi ölçü götürülür. Stat. Nazirlər Kabinetinin 141 nömrəli qərarına əsasən daşıyıcı şirkət avtobusların təmiz saxlanmasına cavabdehdir. Daşıyıcı şirkətlər istifadəsində olan avtobusların ekoloji və sanitariya gigiyena normalarına riayət etmək kimi məsuliyyət daşıyır. Avtobusların daxili və xarici görünüşünün təmiz və səliqəli olması daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi qaldırılır. Onlarla bağlanan müqavilədə avtobusun salonunun və çöl hissəsinin gündəlik təmizlənməsi öhdəlik kimi müəyyən edilib. İcraya nəzarət üzrə monitorinqlər zamanı nəqliyyat vasitəsinin təmizliyinə riayət olunmaması halları aşkarlandıqda daşıyıcıya xəbərdarlıq edilir və lazımi ölçü götürülür. Statın sonu. Bir çox marşrut xəttində də köhnə avtobusların istifadəsi ilə bağlı sualımıza cavab olaraq bildirildi ki, avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir. Yeni avtobuslarla bağlı Bakubas MMC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Əsmər Əliyevanın sözlərinə görə Bakubas MMC tərəfindən istismarda olan avtobusların təmizliyinə və sanitariya vəziyyətinə gündəlik nəzarət olunur. Hər bir avtobus gün ərzində xətt üzrə xidmətini başa vurduqdan sonra depoya qayıdarkən müəyyən edilmiş təmizlik prosedurlarına uyğun olaraq daxili və xarici
təmizləmədən keçir. Təmizlik prosesi çərçivəsində avtobusların salonu xüsusi təmizləyici vasitələrlə təmizlənir, xaric səthi isə yuyulur. Sərnişinlərin daha çox təmasda olduğu səthlər xüsusi təmizləyici və dezinfeksiya edici vasitələrdən istifadə edilməklə emal olunur. Bununla yanaşı avtobusların sanitariya və gigiyena vəziyyətinə mütəmadi nəzarət tədbirləri də həyata keçirilir. Zərurət yarandıqda əlavə təmizlik və dezinfeksiya işləri həyata keçirilir. Beləliklə sərnişinlər köhnə avtobuslarda təmizlik və sanitariya vəziyyətinin qənaətbəxş olmadığını deyirlər. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, ictimai nəqliyyatda gigiyena qaydalarına əməl olunmaması müxtəlif infeksiyaların yayılması riskini artırır. Avtobusların vəziyyəti isə onu göstərir ki, ictimai nəqliyyatda rahatlıq və təhlükəsizliklə yanaşı təmizlik məsələsi də hələ uzun müddət gündəmdə qalacaq. Aytən Verdiyeva, Mehriban Zakir, Vüsal Bayramov, APA TV.